Deməli, Qaraqoyunlu dövlətindən danışdıq. İndi keçək Ağqoyunlu dövlətinə. Ağqoyunlu dövlətində və yaxud da Bayandurlu dövləti. İlk olaraq danışaq Ağqoyunlu Tayfa İttifaqından. Ağqoyunlu Tayfa İttifaqının əsasını qoymuşdu Pəhləvan bəy Bayandur. Deməli, 14-cü əsrin sonlarında Pəhləvan bəy Bayandurlu Ağqoyunlu Tayfa İttifaqını yaradır. Daha sonra hakimiyyətə gələn Qarayuluq Osman bəy mərkəzi Diyarbəkir olmaqla Ağqoyunlu feodal hakimliyi və yaxud da bəyliyinin əsasını qoyur. Və bayaq biz Qara Yusifdən danışanda orada qeyd elədik ki, Qara Yusif Qarayuluq Osman bəylə ittifaq təklif etmişdi. Amma o bunun ittifaq təklifini rədd edir. Eləcə də Osmanlılarla da müttəfiq deyil və Osmanlı Qaraqoyunluya qarşı Teymurla müttəfiqdir. Yəni bu Əmir Teymurla müttəfiqdir. Və Teymurun 1402-ci il Ankara döyüşündə Osmanlı ilə qələbəsindən sonra bu öz ərazilərini genişləndirmək imkanı əldə edir. Daha sonra deməli 1453-cü ildə amma Ağqoyunlu deməli bəyliyində hakimiyyətə gələcək Həsən bəy. Deməli Həsən bəy. Bir də var Həsən padşah. Yəni bunun bir padşahlıq dövlətdəki idarəçiliyindən danışaq. Bir də ki bəylik dövründən danışaq. Həsən bəy oldu 1453-dən 1468-ə qədər. Amma Həsən padşah olacaq 1468-dən 1478-ə qədər. Həsən bəyin dövründə nələr baş vermişdi? Həsən bəy 1453-də gələndən sonra hakimiyyətə öz hakimiyyətini möhkəmləndirmək üçün Trabzon krallığı ilə dostluq münasibətləri yaradır, qohumluq əlaqəsi yaradır. Trabzon krallığı ilə, Trabzon kralının qızı ilə evlənir. Amma 1453-cü ildə biz bilirik ki, 1453-cü ilin may ayında Konstantinopol 2-ci Mehmet tərəfindən işğal olunur. Yəni ümumiyyətlə Bizans imperiyasının varlığına son qoyulur və Bizansın son bir qalığı parçası olan Trabzon krallığı ki var idi, onu 2-ci Mehmet də tutmaq istəyir. Yəni ümumiyyətlə Trabzon krallığı ilə Həsən bəyin arasında olan o qohumluq əlaqəsi Ağqoyunlu dövləti üçün böyük əhəmiyyət kəsb edirdi. Necə? Yəni Ağqoyunlu dövləti Avropa dövlətləri ilə ticarət əlaqələri saxlaması üçün həqiqətən bunun böyük bir əhəmiyyəti var idi. Amma bu 1453-də ki Konstantinopol işğal edildi, Trabzon krallığı ki son olaraq qalmışdı və 2-ci Mehmet həmin o Trabzon krallığını da tutmaq üçün mübarizəyə başlayır Ağqoyunlularla. Və bu Həsən bəyin Avropa ilə ticarət münasibətlərinə böyük bir zərbə vurur. Deməli 1461-ci ildə bunlar arasında Qoyulu-Hisar döyüşü baş verir. Qoyulu-Hisar döyüşündə düzdür Həsən bəy qalib gəlir. Qalibdir. Amma qalib gəlməsinə baxmayaraq bilir ki, yəni bu mübarizə bitən deyil. Öz anası Sara xatını o dövrün diplomat qadını idi, yeganə diplomat qadını idi, Sara xatun və yaxud da Saray xatun. Sara xatunu göndərir 2-ci Mehmetin yanına danışıqlara. Sara xatun gedir. Bunun qarşısında 2 dənə vəzifə var idi. Birinci məsələ Mehmeti Ağqoyunlu ilə müharibə etmək fikrindən daşındırmaq. İkinci məsələ Mehmeti Trabzonu işğal etmək fikrindən daşındırmaq. 2-ci Mehmet bu danışıqlar zamanı Sara xatuna hətta ana deyərək müraciət eləyir və onun birinci təklifini qəbul eləyir. Ağqoyunlu ilə müharibə aparmağı, dayandırmağı qəbul edir. Amma Trabzonun işğalından əl çəkmir. Zaten bu Trabzonun işğal etmək istəyəndə də onsuz da Ağqoyunlu ilə də müharibə aparmış olacaqdı. Və ondan sonra 1461-ci ildə deməli 2-ci Mehmet Trabzonu işğal etdi. Yəni Bizansın son bir parçası olan Trabzonu da işğal etdi və bununla da Ağqoyunlunun Avropa dövlətləri ilə əlaqələrinə güclü zərbə vurulmuş oldu. Demək olar ki, əlaqələri kəsildi. Eləcə də Qara dənizə çıxışını itirmiş oldu Ağqoyunlu dövləti. Bu belə. Sonra Osmanlı dövləti ilə Ağqoyunlular arasında gedən mübarizə
uzun müddət davam edir, yəni uzun müddət çəkir. Deməli 1460 deməli 1467-ci ildə 1467-ci ildə bayaq dediyimiz həmin o Muş döyüşü baş verir ki, Muş döyüşündə bu deməli Uzun Həsən qalib gəlir kimə? Qaraqoyunlu Cahanşaha. Sonra 1468-də də Həsənəlini məğlub edərək dövlətin varlığına son qoyan Qaraqoyunlu dövlətinin və paytaxtı Təbriz olmaqla Ağqoyunlu dövlətinin əsasını qoyur. (1468-də) paytaxtı hansı şəhər idi? Təbriz idi. Deməli dedik ki, bunun Osmanlı ilə müharibəsi yenə də davam edirdi və bu Osmanlı ilə müharibəni aparmaq üçün bəzi Avropa dövlətləri ilə diplomatik münasibətlər yaradır. Bəzi dövlətlər var idi ki, Ağqoyunlu dövləti ilə diplomatik münasibət yaratmışlar, yəni təklif göndərmişlər Osmanlıya qarşı. Bəzi dövlətlər də var idi ki, bu Uzun Həsən özü elçilər göndərmişdi həmin dövlətlərə. Yenə də yəni məqsəd Osmanlı dövlətinə qarşı birlikdə mübarizə aparmaq idi. O bəzi dövlətlər hansılar idi? Deməli, Venesiyadır, Vatikandır, Macarıstandır, Neapoldur, bir də Kipirdir. Bu dövlətlərə Uzun Həsən özü elçilər göndərmişdi Osmanlıya qarşı birləşmək üçün. Amma biri də var ki, Venesiya, Polşa, Macarıstan, Neapol və Kipir. Bu dövlətlər isə özləri birbaşa Uzun Həsənlə diplomatik münasibət yaratmışdılar. Yəni 4 dənəsi ikisində də eynidir. Bir dənə bununla diplomatik yaradanlar da Polşa fərqlidir. Bunun elçi göndərdiklərində isə bir dənə Vatikan fərqlidir. Qalanları eyni dövlətlərdir. Bu belə. Və 1472-ci ildə ən əsas da ki 1472-ci ildə Həsən Venesiya ilə diplomatik münasibətlər yaradır. Venesiya ilə bunun diplomatik münasibətləri nəticəsində, yəni Venesiya buna odlu silah göndərməli idi, mütəxəssislər göndərməli idi. Bu da Osmanlıya qalib gəlməli idi. Amma yəni güya göndərmir də, Venesiya ona etdiyi vədi yerinə yetirmir və 1472-də baş verən Beyşehir döyüşündə ona görə də Uzun Həsən məğlub olur. Sonra 1473-də 2 dənə döyüş baş verir. Avqustun 1-də Malatya döyüşü baş verir. Malatyada Ağqoyunlu qalibdir. Amma Avqustun 11-də baş verən Otluqbeli döyüşündə məğlubdur. Deməli, Malatya döyüşü Fərat çayı sahilində baş vermişdi. Malatya döyüşündə Uzun Həsən bir müddət, yəni düzdür, qalib gəlsə də, sonradan Osmanlıların təqibini davam elətdirmir, yəni mübarizəni davam elətdirmir. Və bu da Osmanlılara öz qoşununu toparlamağa imkan verir ki, Avqust ayının 11-də, yəni cəmi 10 gün sonra baş verən Otluqbeli döyüşündə Osmanlılar onu məğlubiyyətə uğradırlar. Sonra 1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmməd ölkədə qiyam qaldırır və qaçır Osmanlı sarayına, 2-ci Mehmetin sarayına, 2-ci Mehmetin qızı ilə evlənir. 1475-ci ildə Moskva çarı 3-cü İvan Osmanlı, daha doğrusu Ağqoyunlu sarayına elçilər göndərir ki, biz ticarət əlaqələrini genişləndirək və Qızıl Orduya qarşı birləşək. Amma bundan əvvəl Qızıl Ordu hökmdarı Ağqoyunlularla öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməklə bağlı ittifaq yaratdığına görə bu artıq bunun Qızıl Orduya qarşı ittifaqını qəbul eləmir. Yəni bundan əvvəl Qızıl Ordu gəlib zaten ittifaq yaratmışdı Ağqoyunlularla. Ona görə də Uzun Həsən 3-cü İvanın təklifini qəbul etmir. 1477-ci ildə isə 6-cı Baqratla, Gürcü hökmdarı 6-cı Baqratla sülh imzalayır və bu sülhə görə Tiflis də daxil olmaqla Şərqi Gürcüstan birləşdirilir Ağqoyunlu dövlətinə. Deməli, Şərqi Gürcüstanı birləşdirənlər hələ ki bura qədər keçdiklərimizdən Sacilər birləşdirib, Salarilər birləşdirib, daha sonra Şirvanşahlar 1-ci İbrahim Dərbəndi 1407-ci ildə birləşdirib,
Daha sonra Qaraqoyunlarda Qara Yusif birləşdirdi, Ağqoyunlarda da birləşdirdi Uzun Həsən. Bundan sonra Səfəvilərdə də görəcəyik birləşdirmə İsmayılın dövründə. Bu belə. Yəni bununla Ağqoyunlu dövlətində Həsən padşahın dövrü başa çatdı. Həsən padşah vergiləri nizamlamaq üçün qanunnamə də qəbul elətdirib. Eləcə də nizami ordu yaradıb. Bir də Səfəvilərlə dostluq münasibətləri olub. Zaten 1468-69-cu illərdə elə dövləti yaratdığı ilk ildə Həsən padşah, deməli 1468-69-da dövləti yaradandan sonra elə həmin ildə də deməli Teymuri Əbu Səidi Muğanda mühasirəyə alır. Əbu Səid Teymuri hökmdarıdır. Bunu Muğanda mühasirəyə alır. Onu mühasirəyə almaq üçün buna kömək etmişdi Şeyx Heydər. Şeyx Heydərlə də bunun arasında qohumluq münasibətləri var idi. Bu öz bacısını Şeyx Cüneydə vermişdi Xədicə bəyimi. Qızı Aləmşah xatunu isə vermişdi Şeyx Heydərə, hansı ki ondan sonra dünyaya gələcək 1-ci İsmayıl Uzun Həsənin nəvəsi və dövlət yaradacaq Səfəvilər dövlətini. Belə, yəni hətta 1470-ci ildə də Şeyx Heydəri Səfəvi ordeninin başına oturdur. Bu da belə, Səfəvilərlə də dostluq münasibəti oldu. Osmanlı ilə mübarizə apardı, Səfəvilərlə dostluq münasibəti oldu. Bundan sonra hakimiyyətə gəldi onun qardaşı Yaqub. Yaqub da oldu hakimiyyətdə 1478-dən 1490-a qədər. Yaqubun dövrü nisbi sabitlik dövrüdür. Və yaxud da biz durğunluq dövrü də deyə bilərik buna. Xarici siyasətində deməli Uzun Həsənin əksinə aparıb bu siyasət. Səfəvi ilə düşməndir. Şirvanşahlarla dostdur. Bir də Osmanlı ilə dostluq münasibəti var. Osmanlı ilə dostluq münasibəti var 2-ci Bəyazidlə. 2-ci Bəyazidlə eyni zamanda Şah 1-ci İsmayıl da hakimiyyətdə olarkən dostluq münasibəti saxlayacaq. Yaqubla İsmayılın oxşar cəhəti kimi götürə bilirik. Demək, 2-ci Bəyazidlə dostluq münasibəti var, Şirvanşahlarla dostluq münasibəti var. Amma Səfəvilərlə mübarizə aparıb. Necə mübarizə aparıb? Şirvanşah Fərrux Yasarla bir yerdə deməli Yaqub birləşir. Və Səfəvilərdə deməli bu zaman hakimiyyətdə Şeyx Heydər idi. Şeyx Heydəri 1488-ci ildə Şahdağ döyüşündə öldürdülər. Bu belə. 1490-da da özü hakimiyyətdən getdi. Və bu hakimiyyətdən gedəndən sonra hakimiyyətə gəldi Baysunqur. Baysunqur çox sürməyib hakimiyyəti. Baysunqur cəmi 2 il hakimiyyətdə olub. 1490 və 92-ci illərdə hakimiyyətdə olub. 1492-də Ağqoyunlu Rüstəm Mirzə Bərdə yaxınlığında döyüşdə, yəni Bərdə döyüşündə bunu məğlub eləyir və hakimiyyətə gəlir Rüstəm padşah. Rüstəm padşah 1492-dən 96-ya qədər olub hakimiyyətdə. Deməli Rüstəm padşah 1492-də Baysunquru məğlub elədi Bərdə döyüşündə, gəldi hakimiyyətə. Sonra Soyurqal torpaqları payladı. Bayaq Qaraqoyunluda da biz bunu aid elədik Qara Yusifə. Burada da Rüstəm padşah da Soyurqal torpaqları paylayıb. Sonra Soyurqaldan əlavə bu Sultan Əlini gətirir hakimiyyətə. Şeyx Heydərdən sonra Sultan Əlini hakimiyyətə gətirir. Amma bir müddətdən sonra görür ki, Sultan Əli hakimiyyətini möhkəmləndirib, bunun nüfuzu artıb. Bundan qorxuya düşüb Sultan Əlini məğlub edir. 1494-cü ildə Şəməsi döyüşündə Sultan Əlini öldürür. Deməli, Sultan Əli burada məğlub oldu. Və bundan sonra özü 1496-cı ildə Naxçıvan yaxınlığında döyüşdə Əhmədə, Gödək Əhmədə
məğlub olur. Yəni Gödək Əhməd 1496-cı il Naxçıvan yaxınlığında döyüşdə həmin bu Rüstəmi məğlub eləyir. Ondan sonra 1497-də Gödək Əhməd özü gəlir hakimiyyətə. Gödək Əhməddə həmin o bayaq demişdik ki, Uğurlu Məhəmməd, Uzun Həsənin oğlu Uğurlu Məhəmməd ona qarşı qiyam qaldırmışdı. Getmişdi Osmanlı sarayına, 2-ci Mehmetin qızı ilə evlənmişdi. Və həmin Uğurlu Məhəmmədin oğlu idi bu Əhməd. Osmanlı sarayında böyümüşdü. Ona görə də idarəçiliyi də Osmanlı idarəçiliyinə uyğun qurmaq istəyir. Eyni zamanda şəriətdə göstərilməyən 20-dən çox vergini ləğv etmək istəyir. Eyni zamanda soyurqal torpaq sahibliyini də məhdudlaşdırmaq istəyir. Amma bunun islahatları müsbət nəticə vermir. Zaten çox da qalmır hakimiyyətdə. 1497-də gəlib hakimiyyətə, elə 1497-də də hakimiyyətdən gedir. Ondan sonra hakimiyyətə gəlir Əlvənd Mirzə ilə Murad Mirzə. Yəni necə hakimiyyətə gəlirlər? Bu Əlvənd Mirzə ilə Murad Mirzə 1500-cü ildə Əbhər sazişi imzalayırlar və bu sazişlə dövləti bölürlər 2 yerə. Bir hissəsini Əlvənd Mirzə başçılıq edir, bir hissəsini Murad Mirzə başçılıq edir. Deməli, Ağqoyununu böldülər 2 yerə. Bir hissəsinə başçılıq edir Əlvənd Mirzə, bir hissəsinə başçılıq edir Murad Mirzə. Sonradan isə 1501-ci il Şərur döyüşündə Şeyx İsmail Əlvənd Mirzəni məğlub eləyəcək. 1503-cü ildə isə Alma Bulağı döyüşündə Şah İsmail artıq Muradı məğlub eləyəcək və bununla da Ağqoyunlu dövlətinin hakimiyyəti başa çatmış olacaq. Deməli, 1501 Şərur döyüşü ilə Şeyx İsmail, yəni onda hələ Səfəvilər dövləti yox idi. Şeyx İsmail 1501 Şərur döyüşündə, 1501-in yazında Əlvənd Mirzəni məğlub eləyib Ağqoyunluların siyasi hakimiyyəti